Əskər, özünüzü təqdim edərdiniz. Mən Əskər Cəfərov Görünboy rayon Qaracən kəndində anadan olmuşam. Neçə müddətdə xidmətdəsən? 17 aydır. 17 aydır vətənimiz Azərbaycanın ön xəttlərini qoruyursun. Bəli. Əskər, bax, sən bir ön xətt əskəri kimi hansı hissləri keçirdirsən? Şərəflidirmi ön xəttdə xidmət etmək? Bəli, şərəflidir. İnşallah düşməndə olan 20 faiz torpaqlarımızı Cənab Ali Baş Komandanımız əmri ilə gəlib torpaqlarımızı alarıq. İnşallah. Bax, üzünü buradan düşmənlərə tutub nə demək istəyirsən? Bizim torpaqlarda otururlar, yəni çox oturmuyorlar. İnşallah gəlib torpaqlarımızı alacaq. İnşallah. Bəs ailənə nə demək istəyirsən? Ailəm buradan salam deyirəm. Belə bir yerdə xidmət edirik, ailəmizi qoruyuruq. Azərbaycan gələcək nəslə buraxmamaq üçün düşmənin torpağımızı alacaq.